Salam, hər vaxtınız xeyir abituriyentlər. Mən bugün rabitə bölməsinə toxunmaq istəyirəm. Rabitə bizim elə bir bölməmizdir ki, mütləq ümumi, qeyri-üzvü və üzvü bölməsindən, yəni biz orada suallar görə bilərik. Mütləq ki, buradan ən azı 1-2 dənə sualınız ola bilər. Rabitə nədir? Atomları bir-birində yanında saxlayan qüvvələr cəmidir. Bu nə vaxt yaranır? Element atomu ya oktedə çatmalıdır, ya dubledə çatmalıdır. Okta 8 deməkdir, artıq bilirsiniz. Dubl isə 2 deməkdir. Rabitənin 4 növü vardır. Kovalent rabitəsi, metal rabitəsi, ion rabitəsi və hidrogen rabitəsi. Kovalent rabitə nədir? Bugün ancaq mən bu video izahda kovalentdən danışıram. İnşallah növbəti videolarda isə digər rabitənin növlərinə toxunaram. Kovalent rabitədə əsasən birinci qruplar mütləq bilsin qeyri-polyar və polyar rabitə. Yadınızda saxlayın, eyni növ atomlardırsa bu qeyri-polyar kovalent rabitədir. Yox, müxtəlif növ atomlarsa artıq polyar rabitədir. Burada da müxtəlif qeyri-metalları nəzərdə tuturuq. Yəni hidrogen xlorid, hidrogen bromid, hidrogen yodid, su, amonyak və s. Bunları yadda saxlayırsınız. Sulfat turşusu, nitrat turşusu və s. Əsas odur ki, müxtəlif qeyri-metal atomlarının toplusu olsun. Deməli, polyar kovalent rabitədir. Ancaq qeyri-polyar kovalent rabitədə eyni növ atomlardan xlor, brom, yod, S8, P4, yod2 və s. bunları nəzərdə tuturuq. Bu artıq yəni eyni növ atomlardan ibarət molekullar qeyri-polyar kovalent rabitəni əmələ gətirir. Kovalent rabitənin iki yaranma mexanizmi var. Biri elektron mübadiləsi hesabına, digəri isə donor-akseptor mexanizmi üzrə hesabına. Məsələn, əgər element oktedə çatmayıbdırsa, məsələn, xlor atomu 7-ci qrupda yerləşir. Bunun oktedə çatması üçün bir elektron ehtiyacı var. Bunu bir hidrogendən alarsa, artıq 8-ə tamamlanır, oktet olur. Bu zaman polyar kovalent rabitə yaranır. Yox, əgər digər xlor atomu ilə birləşirsə, bu zaman qeyri-polyar kovalent rabitə yaranır. Yadınızda saxlayın, kovalent rabitə valentlik imkanlarını göstərir bizə. Yəni, valentlik neçədirsə, kovalent rabitənin sayını göstərə bilər bizə. Ona görə də valentliyə əzbər bilsəniz, orada kovalent rabitənin sayını tapa bilərsiniz. Bundan başqa digər donor-akseptor mexanizmidir. Donor-akseptor mexanizmində yadınızda qalsın, qəbul proqramımızda azot, oksigen atomları həmişə donor olur. Yəni NH4-də azot donordur, hidroksonium ionunda oksigen donordur, CO molekulunda oksigen donordur. Deməli, donor həmişə elektron verəndir, akseptor isə elektron qəbul edəndir. Donor akseptordan sonra valentlik bir vahid artır, ancaq oksidləşmə dərəcəsi dəyişməyəcəkdir. Məsələn, ən çox nələri müqayisə kimi yadda saxlayırsınız? Amonyak molekulunda hal-hazırda donor akseptor mexanizmi baş verməyibdir. Ancaq NH3, yəni amonyakdan ammonim ionuna NH4-ə keçərkən bu zaman donor akseptor rabitəsi yaranır və bayaqdan NH3-də 3 dənə hidrogen var idi, rabitə 3 dənə idi. Ancaq NH4-də artıq 4 dənə rabitə yarandı. Yəni bu 4 rabitənin 3-ü mübadilə mexanizmi üzrə elektron mübadiləsi. Digər biri isə donor akseptor. Faiz olaraq 3 dənəsi, yəni 75% mübadilə, bir dənəsi, yəni 25% donor akseptordur. Bir də elektronların sayı mütləq 4-cü qruplar əzbər bilin. Çünki məsələn, NH4-də 4 dənə rabitə varsa, 4 dənə rabitə 8 elektron deməkdir. 8 elektronun 5 dənəsi azotda, yəni donor atomundan gəlir, 3 dənəsi isə akseptordan gəlir. Və yaxud da CO-da, CO molekulunda 3 dənə rabitə var, istisnaidir. Çünki burada da oksigen də, karbon da 3 valentli olurdu. 3 dənə rabitə 6 elektron deməkdir. 6 elektron, yadınızda qalsın, donordan həmişə çox olur. 4 dənəsi donordan, yəni oksigendən, 2 dənəsi isə akseptor, yəni karbondan gəlmiş olur. İnşallah növbəti videolarda rabitənin digər növlərinə toxunarıq, oradan nələrlə rastlaşarıq, o hissələri izah edərəm.